Salih dostlar. Bu çox mühümdür. Vallahi bu ən mühüm olanlardan da biridir. Deyərdim ki, çox mühümdür. Kişi dostunun dinindədir. Kimlə dostluq edəcəksənsə ondan daha çox təsirlənəcəksən. Ola bilməz ki, bir salih insan, məsələn, bir insan olsun, salihlə oturub dursun, sonunda fasiq olsun. Təbii indi müəyyən səbəbdə ola bilər ki, deyək ki, sabit qalmanın əlamətlərindən birindən də salihlərlə oturub durmaqdır da. Çünki nə qədər onu oturub duracaq salih insanlarla, abidlərlə və s. onun imanı artacaq, onlar kim olmaq istəyəcək, düzdürmü? Utanar ondan yanında günah eləsin, artıq ki, danışsın, düzdürmü? Utanar da ki, bu salih insan bunun yanında ayıbdır. Bu onun islah olması ən böyük səbəbdir. Salihlə oturub durmaq. Salihlə oturub duracaqsan, doğru, düzgün nəsihət alacaqsan. Bir problemin olanda gedib, məsələn, asinin, fasikin, cahilin yanına gedməyəcəksin. Niyə? Çünki o sənə doğru yol göstərməyəcək. Qəm qüssə içində olanda sənə nə deyəcək? Gedək bir rumka vuraq. Dəyərli nazarın yadından alsın. Elə deyəcək, düzdür, qardaş. Cahil elə deyəcək, gedək otura bir dənə içək də indi bu dərdimizi aparacaq. Elə fikir ki, içmək nə dərd apar. Bəziləri nə işə meyl edir. Narkotik maddələrə görsən, dərdi, qəmini unutmaq üçün. Gör, nə pis dostlar var. Doğru yol, düzgün yol göstərmir. Amma salih insan sənə onu deyərmi, qardaş? Salih insan gəlib dərdini desən, qəm qüssəvə ərz eləsən, sənə doğru olanı göstər. Sənə Qurandan, sünnədən bir zikir öyrədər ki, bunu söylə. Çünki Allah Rəsulü deyib ki, bunu kim söyləyərsə, qəm qüssəsə gedər, sənə xeyri olan öyrədəcək. Və ya doğru olan insanlar yanına göndərəcək, gedib onlardan bir nəsihət alaq. Düzdür, salihlə həyatında olsan, bunu görəcəksən. Azsan, bir ayağın büdürəsə, qardaş, səni barmaqla göstərməyəcək, sənə nəsihət edəcək, Allahdan qorx deyəcək, düzdürmü? Allahla, onun əzabı ilə səni qorxudacaq və bunun müqabilində yaxşı əməl eləsən, səni cənnətlə müjdələyəcək, sevindirəcək, düzdür, sevdirəcək. Ki bunu eləsən, Allah Taala səni əff eləyər, tövbə edərsənsə əff eləyər, tövbəvi qəbul edər və bunun mükafatı nədir? Cənnətdir, içindəki nemətlərdir. Amma cahil asi insan yanına gəlsən, sənə yaxşı yol göstərməyəcək. Gedək çayxanaya paracaq, nə bilim, damini oynamağa gedəcəksən, fikrin yayınsın, deyəcək, gedək bir rumka adama vuraq, unudaq dərdimizi, azarımızı, o birisi başqa yollara. Amma salih insan, bax, məsələn, belə misallar çoxdur. Götürək, məsələn, ki, sən dəstədə qeyd eləmiş Əbu Bəkrin Hanzalanın diyaloqunu. Hanzala radiyallahu anh yolda Əbu Bəkir görür. Əbu Bəkir radiyallahu anh salamlayandan sonra halını, keyfini soruşur. Dedi, sən nə var, nə yox, ey Hanzala? Deyir ki, bəs Hanzala münafiq oldu. Deyir, subhanallah, yəni nə danışırsan? Təəccüblü gəldi Əbu Bəkirə, yəni Hanzala. Deyir, bəli, deyir, biz Peyğəmbər sallallahu aleyhi və səlləm yanında olanda bizə deyir, cənnət, cəhənnəmə elə xatırladık, sanki onu görmüş kimi. Lakin onun yanından ayrılandan sonra, iş güc başımızı qarışdıranda, ailə ilə məşğul olandan sonra biri əkinçidir, biri tacirdir və s. Ailə ilə başımız qarışanda deyir, çoxsunu unuduruq. Bunun kimdir? Hanza deyir, çoxsunu unuduruq. Yəni, bizim halımıza bir dəm bax. Bugün məclisdəyik, məsələn, elm məclisindəyik. Sabah soruşanda ki, nə oldu, nədən danışdı? Yaxşı nəsiyyət edir, nədən danışdı? Bəlkə də unutmuşuq. Düzdür. Heç nə deyə bilmirsən. O Hanzalar radiyallahu anh deyir ki, çox şey unuduruq, deyir onun yanına ayrılandan sonra. Hələ onun başına haramlar qatmıyor. Bugün nə qədər insanlar var ki, onları Allahdan uzaq salan nədir, unutduran nədir, hələ haramları, hələ mən mübah əməlləri demirəm. Nə qədər insanlar var yer üzərində özünə müsəlman deyən, Allahdan uzaq düşüb, dindən imana uzaq düşüb, onun məşhur edən nədir? Nə qədər haram işləri var. İbadət yoxsa yanında haram olacaq. Niyə? Allah qorxusu yox, axirətə iman azalıb. Düzdür? Demək, günah eləmək nədir? Rahatdır. Niyə? Məsuliyyət daşımır da. Bax, fikir verir Allah Taala və onun Rəsulü Peyğəmbər sallallahu əleyhi və səlləm neçə yerdə Allaha və axirət günü iman gətirənə qoşa gətirir. Yəni bilirsən ki, Allahla qarşılaşacaqsan qiyamət günü, səni haqq hesab eləyəcək. Allaha və axirət günü iman gətirənə. Bu adam Allah imanı azdır, deməli axirətə nədir? O da imanı azdır. Deməli nədir? Məsuliyyət azdır. Kim deyir mən haqq hesab eləyən, sorğular çəkən, əməlin məsuliyyətini dərk eləmirkən, mən günah eləsəm, aqibətim necə olacaq və ya salih əməl eləsəm, mükafatım nə olacaq? Məsuliyyət azdır da, Allaha və axirətə iman zəifdir. Deyir, Hanzala münafiq oldu, deyir, gedir Allah, deyir, ey Hanzala, deyir, çoxumuz beləyik. Sübhan demədi, mən də eləyəm, deyir, çoxumuz beləyik. Yəni, bəşərin halı belədir. Elmdən, əhlindən, salihdən uzaq düşəndə biraz zəifdir, iman azalır. Gəlirlər Peyğəmbər sallallahu aleyhi ve sellem yanına, görürsən, doğru yol göstərir, gedək Allah Rasulun yanına. Bu nə gözəl dostdur, nə gözəl yoldaşdır. Dedi ki, xeyr onun yanına getməkdədir. Nizat yolu oradadır. Qəm qüssə varsa, gedək onun yanına biz xeyr tapacaq. Bugün sən də qardaş gördün bir qardaş və özündə bir qəm qüssə görsən, nə bilim bir kənara çəkilmə, get qardaşlarının yanına. Xeyr əhlindən bir nəsihət istə. Səni doğru olan yönəltsin. Bax, salih insanların faydası budur, dostluğu budur. Sənə sabit qalmağa kömək edir. Başqası olsa deyər ki, hə münafiq oldun, get Allah sənə bağışlasın və s. və ilax. Kimsə bizdə belə olsa, deyir ki, bu məndən uzaq olsun, münafiq olub, deyir mən münafiqəm. Buna danışır ha bu. Özümüzdən uzaqlaşdırır ki, bu nə gəldi danışır. Amma Əbu Bəkir radiyallahu anh deyir, çoxumuzu hamı belədir. Gəl gedək Peyğəmbər sallallahu əleyhi və səlləm. Nə gözəl yol göstərdi. Allah Rəsulü da xeyir söyləyir, o nəsihət edir, yəni halını deyir ki, yəni deyir nə ol bəy Hanzala, deyir belə. Əbu Bəkir dediyini Allah Rəsuluna deyir. Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir, nəfsi məndə olan Allah hamd olsun ki,
Mənim yanımdan qalxandan sonra, elə halınız da həmişə belə olsaydı, yanımda olduğu kimi, mələklər sizlə deyir, əllə görüşərdi. Allahu akbar. Deməli, xeyir əhlinin yanaşı olmaq, xeyir məclisində olmaq nədir? İman artırır. Çıxdın, məşğuliyyətlər var. İndi yaxşı zən deyim ki, qardaşlarımız mübaşirə məşğuldurlar. İşdir, gücdür, ailədir. Gör, indi Allah isə günahlar məşğuliyyəsin nə günə qalar? Hamısını undarıq, nəyin ki çox şeyi. Nə gözəl dostluq doğru olanı göstərdi, yol göstərdi. Salih insan bax belə dostluğu bu faydanı verir. Və ya Ömər ibn Xattabın Şamlı bir dostu ilə qissəsi, bilmirəm, dinləmişsə, dərslərdə qeyd eləmişəm. Şamdan bir dostu olur, öz xəlifəli zamanında. Şamdan bir nəfər gəlib gedərdi, güclü, qüvvətli bir cüssəli bir kişi idi. Ömər ibn Xattab həmişə ziyarət edərdi, dostu yoldaşı idi. Uzun müddət gəlib gedmir. Ömər ibn Xattab onun halını soruşanda deyir, onu görmürəm. Çoxdan da gəlib gedmir. Deyirlər, ey əmir-ül-müminin, və o içkiyə qurşanıb. İçki düşkün olur. İndi insan da büdürəyə bilər. Hamının başına gələ bilər. Günaha düşürsən, büdürürsən, deyir, içkiyə düşkün olub da, içki içir, şərab içir. Katibini çağırır, deyir ki, yaz. Yazır, deyir ki, salamlayır və deyir, mömindən, əmirindən, filankəsdən filankəsə. Deyir ki, mən deyir, səninlə bərabər Allah'a həmd edirəm. O Allah'a ki, Qafir surəsinin 2 ailəni gətirir. Qafir-i zəmb və qabil-i təvb, şədid-i iqab, ziftəvli. La ilahe illahuvə ileyhil masir. Deyir, mən də sənə yanaşı deyir, Allah'a həmd edirəm. Yəni, halımıza da görə, imanımıza, hidayət, dinimizə görə, nemətlərə görə. O Allah ki, deyir, günaha bağışlayandır. İndi halına görə deyir, ha. Tövbələri qəbul edəndir. Əzabı şiddətlidir və lütfü də genişdir. Yəni, sən günahdan bağışlama dilənməsən, Allah bağışlanmaz, düzdürmü? Tövbə eləməsən, Allahın əzabı şiddətlidir. Ondan başqa haqq məbud, lütfü genişdir. Yəni, tövbə edəsən, günahı əff eləyə, düzdürmü? Lütfü də genişdir də, sənə əzab verməz. Yəni, ayənin mənalarını belədir, belə açıqlayanda bu gəlir. Deyir, ondan başqa haqq məbud yoxdur və dönüş də onadır. Yəni, bax da, dönüş də onadır. Nə istəyirsən elə, necə istəyirsən yaşa günah, sonunda Allah'a dönəcəksən, Allah'a qayıdış onadır. Onda Allah'tan qaçış yoxdur. Burada harasa qaçıb gizlənə bilərsən, o gün qaçış yoxdur. Deyir, sonra nə deyir? Bax, gör nə gözəl dost yoldaşdır. Və deyir ki, qardaşınız üçün dua eləyin. Dua eləyin ki, Allah tövbəsini qəbul eləsin. Həm özü nəsiyyət elədi. Həm yoldaşlarına da doğru yolanı öyrətdi ki, qardaşınız üçün dua eləyin ki, Allah onun tövbəsini qəbul eləsin. Məktub həmən kişiyə çatdır, oxuyur və hər oxudusa ağlayır ki, subhan, ayələr təsirlidir. Yəni, sən çox danışmadı. Ay, sən niyə bu günə qalmısan? Allah səni islah eləsin, belə hal olarmı? Qısa kəlmələrlə, xeyli kəlmələrlə ayələrdir. Qafir surəsi ilk əvvəlki ayələridir. Yəni, deyirkən tövbə elə də, Allah günahlara bağışlayan, qafir edən, günaha bağışlayan Allah. Tövbəni qəbul edən Allahdır. O, əzabı şiddətlidir və lütfü də genişdir. Ondan başqa hal mənaqlı dönüş onadır. Deyir, oxuyur, deyir ki, deyir, subhanallah, həmən adam oxuduqsa deyir ki, Allah deyir, məni deyir, günaha bağışlamağı ilə, yəni deyir, mənə deyir, bildirir ki, günahları bağışlayanam, çəkindirir. Həmçinin deyir, əzabının şiddətli olmasından da məni çəkindirir. Yəni, bunu deməklə yanaşı, Allah Teala həmçinin deyir ki, mənə əzabım da şiddətlidir. Yəni, tövbə eləməsəm, Allahdan bağışlama diləməsəm, əzabı şiddətlidir. Bunu deyir, ağalir, sonra da tövbə edir. Və günahdan qadir və İslamı da çox gözəl olur. Yəni, salih insan olur. Və Ömər Xattabın halı çatandan sonra adam tövbə elədi, günahdan qayıtdı və s. deyir ki, bax, belə eləyin. Bax, belə eləyin. Əgər bir qardaşınız azarsa, büdürəyərsə deyir, Allahdan üçün bağışlama diləyin, ona doğru yolu göstərin, doğrunu göstər. Daha demə, gedək, dəyər nazarım var, səhv eləmsə, heç olmaz, gedək, olub da getdik, gedək bir dənə də görə harasa gedirik. Məsələn, deyir, doğru olan göstərin və Allaha dua eləyin ki, onun tövbəsini qəbul eləsin, onun qəlbini doğru yola yönəltsin və ona qarşı deyir, şeytana deyir, kömək eləməyin. Yəni, bir gün hamı, məsələn, bir asini özündən qovsa, uzaqlaşdırsa qardaşların kimdə büdürədir. Hamı qovaq, lənətliyə, Allah sənə bəla versin, bu nə edələdin? Uzaq dur məndən, mən səni hicr edirəm, tərk edirəm, sən çaşmısan. İndi bəzi adamlar vardır, bir şey olan kimi hicr edir adamı, tərk edir. Bir nəsiyyət yox, bir xeyir istəmək yox, dua eləmək yox, səbr eləmək, gözləmək yox, fərq yox da hansı növ müxalifəti olsun. Deyir, qardaşınıza qarşı şeytana yardım eləmə. Başlı-başdan bıraxarsan, şeytanla təkbitək qalsa, lap pis günə qalacaq. Bu mənhəci Peyğəmbər sallallahu aleyhi ve sellemdən götürüblər. Ələ gələ sözünün canı nədir? Yəni, bir gözəl dostdur, doğru olan göstərdi, dua elədi, dostlarına da deyir ki, siz də belə eləyin, yoldaşınız olub, gəlib gedib də tanıyırsanız. Başqası olsaydı, başqa insanlar olsa, necə nəsiyyət edir? Allah bilir. Gedək, mən də səninlə qoşub, gedək oturaq, dərdimizi, azarımızı bir yerdə belə, Allah bilir, nə işlərlə məşğul olacaqdır. Yoxsa salih dostun təsirini görürsən, nəticəsini görürsən. Bugün nə qədər qardaşlar var, ayağı büdürəyəndə kimdir yazıb məktub göndərən qardaş?
Kimdə Allahla qorxudan çox azdır. İnsanlar var nəsihət eləməsən deyir, mən nəsihət eləməm. Hər insanlar da çox təəssür olsun qardaş. İnsan Allahdan qorxdur, özün qorxur. Bir söyürsən, sənə cavab qaytar. O var axı, söyürsə də özünsən. İndi belə deyirsən ki, Allahdan qorx, özün qorx. Mən sənə nə dedim? Mən nəsə səhv eləmirsən ki, deyirəm də, Allahdan qorx. Mən yanaşı bəlkə 10 nəfər də məndən qaba sədib, amma sən özü bilməməzliyə qoyursan. Bilmirsən hardan yaxınlaşsan, belə də bir düryan var, belə də çaşan var, mənhəci doğru, düzgün mənhəc tutmayan insanlar çoxdur. Bu həyatda, bu hidayət yolunda sabit qalmaq üçün. Demək, salih insanlar, salih kişilərlə oturub durmaq, dostluq eləmək. Demir ya, səhv, fasət, tərk yox, dostluq ayrı şeydir, düzdürmü? Münasibət saxlamaq ayrı şeydir. Yəni, qonum qonşu ola bilər, iş yoldaşı ola bilər, asidir, günahkardır. O demək deyil ki, mənə yaxın durma, mənə salam, yox. Münasibət saxlayasan, haqları var, onları ödəyəcəksən. Lakin dostluq salihlərlə. Çünki bizim dostumuz Allah, onun Rəsul və möminlərdir. Nizat yolu bundan ibarətdir. Və möminlər də bir-birinin dostu, sən mömini asilə dostu eləyən görməzsən. Və kim kimi sevirsə, o ilə bərabər olacaq. Sevəndə möminləri sevmək lazımdır. Salihləri daha çox sevmək lazımdır. Və asilərə də xeyr isə, dua elə, hidayət yolunu göstər, nəsiyyət elə. Bu, ona olan yaxşılıqdır. Lakin dostluq tam başqa şeydir, özün bilirsən nə deməkdir. Başqa bir insan salihlərin dostluğundan doğru yol göstərir. Salman Əl-Farisi ilə kimin qısasını? Abu Dardanın, Allah Rəsulü onları qardaş edir hicrətdən sonra. Düzdür, Salman Əl-Farisi mühacirlərdən, lakin Məkkə əhlindən deyil, bilirsən. Salman Əl-Farisi başqa diyardan gəlib. Lakin kim Mədinəyə hicrət edibsə, o da mühacir adlanır. Məkkədən gəlməsə də belə. Aralarında qardaşı bağlı. Allah Rəsulü bilirsən, bir mühacirin, bir ansarı qardaş edir. Hətta olur ki, bir-birlərinə mirasdan da paylar olur. Lakin sonra da miras ləğv olunur. Kimin haqqıdır miras? Yaxın qohum əqrabanın. Əl-mühim. Bir gün gəlir Abu Dardanın evinə, Salman qardaşıdır da, qardaşdılar. Yoldaşı qapını açır, görür yoldaşın halı pis, yəni geyimi, keçimi çox acınacaqlıdır, kasıb bir vid. O vaxt hicab ayısı nazı olmamışdır, ona görə belə görür. Soruşur ki, yəni bu nə haldır belə? Yəni qadına yaraşan nədir? Bəzəni düzəlmək deyilmi? Bu yazığın heç nə yoxdur. Çox köhnə bir paltar, yəni acınacaqlı bir haldadır. Deyir ki, qardaşım Dardanın dünyadan payı yoxdur, istəyi yoxdur. İstəmir də dünya əhli deyil, bu adam dünyadan heç nə istəmir. Abid insan. Günə qədər abiddir ki, heç nə istəmir. Bugün bəzi insanlar var, bir evlidən kifayətlənmir, üçün dördünü axtarır. Bu adam deyir, mənim heç nə yox, bir maşın var, ikincini alır, evi balacadır, böyütmək istəyir. Nə qədər hədəflər o, bayaq deyirəm, dünya hədəfləri, istəkləri. Bitmir də qardaş, bitmir. Adın, övladın, biri vadi qızı olsa ikincini istəyir, ikisi olsa üçüncünü istəyir. Deyir, sənin qardaşın Abu Dardanın dünyadan istəyi yoxdur, heç nə istəmir. Yəni, onun halımız belədir də. Abu Darda gələndən sonra qabağına yemək içməyin qoyur, sevinir ki, qardaşı gəlib, ziyarət edib, yemək içməyin qoyur, yemir ancaq. Deyir, mən orucam. Salman deyir ki, sən yeməsən, vallahi mən də yeməyəcəm. Bir qardaşına görə yeyir, orucunu nasıl yeyir. Sonra yatma vaxtı gələndə qalxıb namaz qılmaq istəyəndə Abu Darda. Salman Əl-Farisi deyir ki, yox, ged yat, sonra durub qılarsan. Yenə qalxıb gecən bir vaxtda qalxıb namaz qılmaq istəyəndə, yox, ged yat, sonra durub qılarsan. Sonra gecən sonu işte bir ən fəziyyətli vaxtı gələndə deyir, qalx indi qıl. Və bir yerdə namaz qılırlar. Bəzi alimlər deyirlər ki, Salmanla qılıblar, bəzi alimlər ki, yox deyir. Eyni vaxt, lakin ayrı qılıblar. Əl-mühim namaz qılırlar, sonra gedirlər sübh namaz və qılırlar, qutarandan sonra deyir ki, ey Abu Darda, Rəbbinin sənin üzərində haqqı var, ailəvin sənin üzərində haqqı var, nəfsivin üzərində haqqı var və hər bir haqq sahibinin haqqını ver. Və gedir Allah Rəsulun yanına, namazı qılırlar, sübh namazının Peyğəmbər sallallahu yanında, məscidində. Sonra Abu Darda gedir, deyir ki, Allahın Rəsulü belə şey baş verdi bu gecə. Deyir ki, Salman doğru danışdı. Hər kəsin haqqını vermək lazımdır. Yenə gözəl dostdur, doğru olan göstərdi. Hələ abid idi, hələ belə baxanda pis görmürdü, ibadət də günə qədər ibadət eləyir. Var aramızda belə ibadət eləyən var, qardaşlar. İnşallah ki, var, amma azdır deyək ki. Yəni, buna oxşar bir ibadət eləyən var, amma azdır. Ümmətdən xeyir qalxmayıb, əlhəmdülillah, xeyir əhli çoxdur. Bəlkə də var, biz tanımırıq. Ən azından Abu Darda kimi olmasa da oxşayanlar var. Əlhəmdülillah, ümmətdə var. Lakin az da görsən, çox az da, bəlkə tanımırıq. Amma yenə ən doğru olan görsən, hələ o günah eləmir ha. Görsən, yenə doğru olan göstərdi, yox, belə sən daha doğrudur. Çünki haqq sahibləri var. Demək, Allahın haqqını var, bəli, düzdür verməlisən. Ailən haqqı var, belə eləməlisən, nəfsin haqqı var, onu da belə eləməlisən. Və Allah Rəsulü onunla məni təsdiq edir, düz deyir, Salman düz dedi. Nə gözəl dostdur, görsənmi?